Saxta sevgi. Əllamə Təbətəbainin məşhur bir sözü var. Şübhə gözəl keçid, pis dayanacaqdır. Şübhə və tərəddüd zəruridir, lakin sabit və möhkəm dayaq tapmaq üçün. İnsan özünü və ətraf aləmi kəşf etmək üçün daim axtarışda olmalıdır. Amma bu axtarış onu rahat və əmin bir yerə çatdırmalıdır. Müasir, postmodern insan isə axtarışı, şübhə və tərəddüdü özünə yol deyil, hədəf kimi seçib. Fikir vermisinizsə, daim təhsil alan, özünü müxtəlif peşələrdə axtaran, tez-tez yeni sevgi macəraları yaşayan, özünə daimi yaşayış yeri tapa bilməyən, nizamsız həyat yaşayan, gündə bir fikrə düşən insan obrazı günümüzün qəhrəmanıdır. Bu obraz yaradıcı və azad düşüncənin təcəssümünə çevrilib. Sabitlik, yetkinlik və əminlik artıq dəbdə deyil. Ona görə də reallığı nəzərə almaq əvəzinə müasir insan illüziyalarla, xam xəyallarla yaşamağı daha üstün tutur. Reallıq onu qane etmir, heç etməməlidir də. Amma bu reallığı müsbətə doğru dəyişmək əvəzinə insan özünə kiçik, xəyali dünya yaradır və o dünyaya qapanır. Bu dünyanın dağılmasından qorxduğu üçün başqaları ilə aqressiv davranır və tənhalaşır. Artıq 21-ci əsrdir, cəmaət kosmosa uçur, biz isə gör nədən danışırıq, kimi söhbətlər də köhnəlib. Müasir insan elə kosmosu fəth edə-edə mağaraya qayıdır. Belə bir insanın nəinki ailə daxili, ümumiyyətlə sosial davranışından yaxşı bir şey gözləmək olmaz. Tənhalıq, tərəddüd və aqressiya başqalarından daha çox fərdin özünü məhv edir. Keçmişdə düz səhv insanlar nə üçün yaşadıqlarını, cəmiyyət olaraq hara getdiklərini təsəvvür edirdilər. Ona görə keçmişdə kimsə kiməsə yanlış istiqamətdə hərəkət etdiyini deyə bilərdi. Düzü tapmaq, haqqı tələb etmək əhəmiyyət kəsb edirdi. Amma indi həm fərd, həm bütövlükdə bəşəriyyət üçün istiqamət deyilən bir şey yoxdur. Yalnız xaotik hərəkət var. Keçmişdə xaos yarandıqda heç olmasa hansısa qüvvələr vəziyyəti öz maraqlarına uyğun dəyişməyə çalışırdı. İndi isə belə cəhdlər mənasızlaşıb. Təhlükə də bundadır. Müşahidə etdiyimiz texnoloji inkişaf, texnoloji inqilabın qalığıdır. Bir müddətdən sonra bu dırnaqarası inkişafın bizə hansı qiymətə başa gələcəyini bilmək olmaz. Həqiqətən də bilmək olmaz. İnsanlığın məhvindən yer üzündə cənnətin qurulacağına kimi müxtəlif variantlar mümkündür. Dünyada geniş yayılmış istər dini, istərsə də qeyri-dini etiqadların bunca vüsət tapmasının əsas səbəblərindən biri olan onların qanun qayda tətbiq etməsidir. İnsanlar qanunlara möhtacdırlar. Keçmişdə qanunlar əsasən dini inancdan doğduğu üçün ənənəvi cəmiyyətlərdə qanunla əxlaq arasında ciddi fərq yox idi. Allah bir şeyə olmaz deyirsə, deməli bu pisdir. Bir şeyə olar deyirsə, deməli yaxşıdır. Bu məntiqi adını yuxarıda çəkdiyimiz Əllamə Təbətəbai qəbul etməyərək bildirir ki, nəyinsə yaxşı və pisliyini qanun müəyyən etmir. Bu qanun ilahi olsa belə. Bir nəslə ziyanlıdırsa, ilahi qanun onu qadağa, yaxşıdırsa təşviq edir. Yəni, ilahi qanunlar həqiqəti əks etdirməlidir, yeni həqiqət yaratmamalıdır. Düşünə bilərsiniz ki, nə mühüm məsələdir bu? Çox mühümdür. Birinci yanaşmada insan düşüncəsini, sonra isə davranışını hakim əqidə və ictimai düzən formalaşdırır. Müasir dövrdə olduğu kimi, insan mədəniyyətin, ictimai münasibətlərin, ictimai şuurun səmərəsinə çevrilir. Əllamə Təbətəbainin qeyd etdiyi yanaşmada isə insan səmərə deyil, yaradıcı başlanğıca çevrilir. Bugün əxlaqla qanun arasında olan sərt uçurum məhz həmin birinci məntiqin nəticəsidir. Avropada modernləşmə mənəviyyatla maddiyyatın bir-birindən ayrılması ilə başladı. Əxlaq mənəviyyatın, qanun isə
maddiyatın sferasına daxil edildi. Amma bundan daha mühümü odur ki, qanun və ictimai quruluşun mahiyyəti dəyişmədi. Humanistlərin arzularına zidd olaraq insan dünyanın yaradıcısına çevrilmədi, səmərəsi olaraq qaldı. Etiraz edə bilərsiniz ki, abstrakt insan barədə danışanda insan dünyanın yaradıcısıdır demək asandır. Reallığa gəldikdə isə bu mümkünsüzdür. Bəli, həyatımız fərdi və ictimai sahələrə bölündükcə bu mümkünsüzdür. Lakin ailədə belə bir fundamental dəyişiklik etmək olar. Ailə üzvləri ailə həyatının müşahidəçisi deyil, yaradıcısı olduğu halda hər şey mümkündür. Ailə xırda, hətta böyük bir problemlə üzləşəndə ailə üzvləri problemin həlli əvəzinə ailənin dağılmasına qərar verirlərsə, bu yanaşma həm fərdi, həm ictimai həyata transfer olunacaq. İstər daxili konfliktlər, istərsə də ictimai konfliktlər zamanı insan çıxış yolu axtarmaq əvəzinə sövq təbii dağıdıcılığa meyllənəcək. Zəifdirsə, özündən və ya başqalarından küsəcək. Güclüdürsə, özünü və ya başqalarını incidəcək. Qanun ailə münasibətləri üzərində total hakimiyyət əldə etdikdə ailənin şəxsiyyət yetişdirmə funksiyası işləksiz hala düşəcəkdir. Ailə üzvlərinin bir-biri ilə münasibəti hüquqi müstəvidə qurulmamalı, yanlış hərəkətlərin qarşısı qanunun cəzası ilə alınmamalıdır. Atanın zorakılığından qorxub, onun istəyinə uyğunlaşan ailə ilə qanunun cəzasından qorxub, onun tələblərinə uyan ailə arasında ciddi bir fərq yoxdur. Hər iki halda ailə qorxu üzərində qurulmuş olur. Bu məqama işarə olaraq İmam Rza əleyhissalam biz Əhl-i Beyti ən çox sevən ailəsinə qarşı daha çox mehriban olandır, deyir. Əhl-i Beyti sevmək, tarixi şəxslərə simpatiya bəsləmək deyil. Bu, ilahi dəyərlər üzərində qurulan bir ailəni sevmək deməkdir. Əhl-i Beyti sevmək, yəni sağlam ailənin tarixi dəyişəcəyinə inanmaq və o dünyanı sevmək. Öz ailəsində mehribanlıq fəzası yaradan, praktikada Əhl-i Beytin yanında olduğunu göstərir. Ailənin məhəbbət üzərində qurulmasının zəruriliyi haqda danışanda sentimental hisslərdən söz getmir. Sevgi, qarşı tərəfi öz inhisarına almaq mənasına gəlmir. Təəssüf ki, kütləvi istehlak cəmiyyətində çox zaman sevgi məhz belə anlaşılır. Sevən tərəf sevdiyi adamı öz şəxsi əşyası sayır və onu bölüşmək istəmir. Unudur ki, mənim ərim və ya arvadım kiminsə oğlu və qızıdır. Unudur ki, mənim qızım və ya oğlum kiminsə arvadı və ya əridir. Sevdiyi şəxsin müxtəlif ehtiyaclarının olduğunu nəzərə almayaraq, onu öz mütləq hakimiyyətinə tabe etdirmək istəyir. Bundan da ərlərin xanımlarına qarşı tətbiq etdiyi mənasız qadağalar, qaynana gəlin münasibətlərində gərginlik, yaşlı nəslin gənclərin şəxsi həyatına müdaxiləsi, ifrat qayğıkeşlik kimi problemlər üzə çıxır. Ona görə də bu dırnaqarası sevgidən usananlar sevginin üzərinə getməyə başlayırlar. Cəmiyyətdə yayılmış bir çox qeyri-təbii cinsi davranışların kökündə məhz sevgi adlanan bu egoizmə etiraz durur. Həqiqi sevgini dadmayanlar ehtirasın cilovunu buraxmaqla sevgi axtarmağa çalışırlar. Sevgi adlandırdığımız bu hissin saxtalığına dəlalət edən əsas amillərdən biri də odur ki, müasir dövrdə bir-biri ilə maddi maraqlar üçün evlənənlərin ailələri bir-birini sevib evlənənlərin ailələrindən daha möhkəmdir. Ona görə də dırnaqarası məhəbbətin maddi maraqlara uduzması heç də təəccüblü deyil.